Hər vaxtınız xeyir olsun, hər birinizi kanalımda xoş gördüm. Bugünkü videomda sizlərlə ipək kimi yumuşaq, napnazik bilincik xəmirinin hazırlanmasını paylaşırım. 3 ədəd otaq temperaturunda olan yumurtanın üzərinə 1 çay qaşığı duz və 2 xörək qaşığı şəkər tozu əlavə edib çırpıcı ilə qarışdırıram. Alınan qarışığın üzərinə 750 ml otaq temperaturunda olan südü əlavə edirəm və çırpıcı ilə çox az qarışdırıram. 2 stəkan unu hissə-hissə əlavə edib çırpıcı ilə qarışdırmağa davam edirəm. Üç xörək qaşığı duru yağı da qarışığın üzərinə əlavə edirəm və çırpıcı ilə yağ tam həll olunana qədər qarışdırıram. 4də 1 çay qaşığı soda əlavə edib qarışdırdıqdan sonra isə 250 ml, yəni 1 stəkan qaynar su əlavə edirəm və yenə çırpıcı ilə qarışdırıram. Gördüyünüz kimi bilincik xəmiri artıq hazırdır. Bilincik xəmiri bu şəkildə duru olduqda bilinciklər yumuşaq və nazik alınır. Və ən əsas məqamı da nəzərinizə çatdırmaq istəyirəm ki, bilincikin xəmirini hazırladıqdan sonra yarım saat kənarda saxlamaq lazımdır. Hazırladığım bilincik xəmirindən çömçə ilə bilincik tavasının içərisinə əlavə edib gördüyünüz şəkildə yayıram və bir üzü qızardıqdan sonra çevirib digər üzünü də çox az qızardıram. Gördüyünüz kimi bilincikləri dəsmalın üzərinə yayıram, yəni üst-üstə yığmıram ki, bir-birinə yapışmasın. Hazırladığım bilinciklərin içərisinə qiyməli içlik qoyub bükdükdən sonra azca yağ əlavə etdiyim isidilmiş tavada hər iki yüzlərini qızardıram. Gördüyünüz kimi çox gözəl qızarırlar. Həqiqətən dadlı, yumuşaq və çox ləzzətli bilinciklər alınır. Sonda isə videomu bəyəndinizsə, videonun altındakı bəyən düyməsinə basmağı və kanalıma abunə olaraq videolarımı izləyib, bəyənərək və kaydedərək kanalıma dəstək ola bilərsiniz. Sağ olun, yeni videolarda görüşənədək.